Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən saxlanılan və haqqında məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinə sahib olduğu qeyd edilir. Yeni Sabah Unikala istinadən məlumat verir ki, ümumilikdə 109 yanacaq doldurma məntəqəsi, 1 maye qaz doldurma, propan-butan məntəqəsi və 1 sıxılmış təbii qaz terminalı daxil olan Azpetrol şirkəti də Ruslan Eyyubova məxsusdur. Ruslan Eyyubov prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük həcmdə sərvət toplayıb. Qeyd edək ki, Azpetrol şirkəti daha öncə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub. Bəylər Eyyubovun bu günlərdə həbs edilən qardaşı oğlu Ruslan Eyyubovun Türkiyədə bir neçə şirkətə sahib olduğu bildirilir. Global Info.az xəbər verir ki, bu haqda məlumatı Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün sosial media hesabında paylaşıb. Onun sözlərinə görə Ruslan Eyyubov aşağıdakı şirkətlərin təsisçisi və ya ortağıdır. Nöbi oğlu Qayrimenkul Turizm İnşaat Sənaye və Dış Ticarət Limited şirkəti, RAR Group Petrol Ürünləri Sənaye və Ticarət Anonim şirkəti, Nögrup Petrol Kimyavi Ürünlər Sənaye və Ticarət Limited şirkəti.